Salam aleykum. Hər birinizi salamlayıram. Bu günləri inşallah Zakir qardaşgildə qonaq gəlmişəm. Demək, həyatda biz yaşayırıq və ağır xəstəliklərlə üzbəüz qalırıq. İnsanlar var ki, yollar axtarır, çıxış yolu axtarır, tapa bilmir. Həkimlər dərdinə dərman eləyə bilmir. Nəsə bir şey ortalığa çıxda bilmirlər. Və Zakir qardaşımız bu problemləri yaşayıb və özün Allahın izni ilə sağaldıb. Özü öz həkimi olub. İnşallah özü danışsın, necə olub. Buyur gözəl insan. Allah salamlayıram sizi. Xoş dinləmələr sizə arzu edirəm. Demək, Roman qardaşın dediyi kimi, mən də bir neçə bəlaya düçar olmuşdum. Əslində, daha doğrusu bəlanın adını tam özümdə bir şey bilmirdim. Heç həkimlər də doğru dürüst mənə bir şey deyə bilmirdilər. Diaqnoz tapılmır da yəni. Yəni konkret bir şey. Daha doğrusu məni başa salmaq üçün qısa şəkildə deyirdilər ki, səndə ciddi bir şey yoxdur. Amma mən ciddi xəstə idim. Aslında ciddi xəstə idim. Amma hərdən düşünürəm ki, yaxşı necə oldu ki, mən 17 il müalicə aldım, 25 il bu ağrılara tab gətirə bildim. Buna da səbəb düşünürəm ki, mən bütün ömrümü dağda yaşamışam. Mən Lerik rayonundan, Lerikin ucqar dağ kənlərindən birindənəm. Amma hal-hazırda Masallıda müəllim işləyirəm. Yeni gəlmişəm, Masallıda oluram. Deməli, məndə necə baş vermişdi? Təxminən 17 yaşından mən ağrımışam. Baş ağrısı olurdu, məndə şiddətli baş ağrısı. Yəni, təsəvvür ediləsi bir şey deyildi də. Danışarıq. Yəqin sonra suallarda səs verərsiniz. Yəni, çox ağrılmışam, ağrıdan əziyyət çəkmişəm. İllər keçdikcə o həddindən artıq. Düzdür, ilk vaxtlarda hamıda olduğu kimi adi bir tabletka ilə dərman da atırsan, keçib gedir. Hətta bir qısa müddət. Çox cavan olduğumuz üçün bilmirdik əslində nə baş verir, nə deyir. Sonra illər keçdikcə üst-üstə gəlirdi və ağrılar daha çoxalmağa başlamışdı. Mən də ilk əvvəllər imkanım olmadığı üçün, işləmədiyim üçün heç həkimə də gedə bilmirdim. Ki, ta işləyənə qədər pul ki, əlimə gəldi, çatdı, həkimlərə başladım getməyə. O çarəsiz adamlar necə ki, gedirlər həkimlərə. Mən də həmçinin o cürə getdim həkimlərə. Və ilk getdiyim həkim də əslində heç aparatsız, zadsız nəsə belə baxmışdı. Mən də ağrılarımın səbəbini bilmək üçün soruşmuşdum. Təxminən mənə duzun məni incitdiyini demişdi. O da bir şey dərmanlar yazdı. Nəsə, xülasə, belə deyək də, illər keçdikcə bu ağrılar mənə güc gəlirdi. Nə qədər ki, gənc idim, daha cavan idim, o qədər də çətin deyildi. Haradasa gəldim 30 yaşa yaxın ağrılarım daha çox olmağa başlamışdı. Yəni, belə deyək də, sən mənə sual verəndə ki, sən bir adamın bilək ki, məsələn, xəstədir, ondan soruşanda ki, filan yerin ağrımır. O qayıdıb deyir ki, hərdən ağrıyır yenə, amma məndə isə necə idi? Düzdür, belə zarafata oxşayırdı, amma məndə arada başım ağrımırdı. Hərdən başım ağrımırdı, amma ömrüm ağrının içində keçdi. 25 il. Təsəvvür edin də bu 25 saat deyil, 25 il. Söhbət 25 ildən gedir. Deməli, gedərdim terapevtə, məsələn, barmaqla. Mən bir dəfə oturdum, maraq üçün hesabladım. Lerik, Lənkəran həkimlərini başladım saymağa və Ərdəbildə aldığım müalicələr, Təbrizdə aldığım müalicələr topladım. Gördüm ki, 20 dənə həkimə getmişim. Ad-bad yazmışdım. 20 həkimə getmişdi. Ad-bad da yazırdım. Yazdım özüm üçün maraqlı oldu da bu pəhriz vaxtı. Sağlam həyat ərzində keçəndən sonra özüm üçün saxlamışdım. Gördüm ki, mən 20 həkimə getmişəm. Bir şey, ciddi bir şey tapa bilmirdilər. Yəni, sən bir həkim az-maz romantizm olduğunu demişdi, nə bilim. Xülasə, bu həkimlər elə bir-birinə söz vermişdilər ki, bu adama ancaq deyək əsəb. Amma mən də bilirdim ki, əsəb adlı bir xəstəlik yoxdur məncə. Mən nerv dedilər, əsəb deyirlər. Çünki ümumi qan analizi verirdim. Nə bilim, sidiyin analizi, nə bilim, nəyin analizi. Amma heç nə tapa bilmirlər, heç nə əmələ gəlmirdi. Məndə də ağrıyırdım. Və mən müalicə aldıqca başqa şeylər çıxdı ortaya. Məsələn, mədə bağırsa, mədəm incidərdi məni. Jogi deyirik, nə deyir?
Azərbaycan dilində qışqırma, Qışqırma. Mədəm qışqırardı. Çünki qatma qarışıq qidalanır. Qatma qarışıq qidalanma olurdu da. Bir də məndə yuxuda qara basmalar, şiddətli qara basmalar, yəni dəli olmaq dərəcəsinə. Elə bil ki, çox qorxulu yuxular görürdüm. Boğmaq, nə bilim, qıc olma kimi belə bir şeylər olurdu. Nərilti ilə, xorultu ilə yatmaq, əgər ona yatmaq. Məndə də əvvəl elə. Əgər ona yatmaq demək mümkündürsə, əslində o yatmaq deyildi. Mən Pəhrizə keçəndən sonra, sağlam həyat tərzinə keçəndən sonra kəşf elədim ki, gördüm ki, yox, əslində o yatmaq olmayıb. Olmayıb, yox. Yəni birdən mən sağlam həyat tərzinə keçməsəydim, o sözə müdaxilə edirəm. Evdəkilər mənə hamı deyirdi ki, sən nərutundan biz yata bilmirik. Məndə elə idi. Sən siz həkimlərə danışanda tam anlatmaq üçün məcbur olub zarafata keçirdim. Deyirdim, vallahi evimizin tamı qalxır mənim səsimdən. Abi qonşu çağırır ki, nə olub bu adama, oyadın onu. Ölərdim də. O nərildəmək idi. O xorultu da heç deyildi. Çox ağır bir şeylər idi. Nəhayət 30 yaşından sonra daha həddindən artıq həddini keçdi. Yavaş-yavaş artıq müalicələr kar etmədi mənə. Artıq heç kar etmədi. Heç bir kar eləmirdi. Bilirsiniz necə bir şeydir? Məsələn, həkimə gedirsən, bir yerin ağrıyır. Yadıma həmişə Bəxtiyar Vahabzadənin bir bənd şeiri yadıma düşür. İndi şeir kimi əzbərləyə bilməsəm də deyir, ət iyləndi, duza qoyduq, duz iylənsə neynəməli? Dərdi var, ağrı var. Gedirsən həkimə. Gözəl sözdür. Şeir kimi deyə bilməsən də məzmununu dedim. Gedirsən həkimə, deyirsən ki, həkim ağrıyıram. Həkim də sənə iynə dərman yazır. Ağrın keçmir. Gedirsən, deyirsən, heç olmasa bir ağrı kəsici vur. O ağrı kəsici vurur. Bu da kar eləmir. Yəni artıq yolun artıq bilmirsən hara gedəsən. Yol yoxdur. Yol yoxdur. Hardasa 30 yaşdan sonra, 35 yaşdan sonra başqa şeylər çıxdı ortaya. Məsələn, mənim boynumun arxasında bir düyün əmələ gəlmişdi. O illər keçdikcə böyümüşdü. Deyim ki, az qala bir boz boyda olmuşdu. Burada belə bir düyün vardı, boynumda yaranmışdı. Sonra bədəndə sızanaqlar çıxırdı, irinləmiş sızanaqlar. Belə deyim də, babası ilə olan adamlar bilər, təxmini belə deyirəm, yəqin başa düşəcəklər. Onun da əlamətləri vardı. Çünki babası ilə olan adamlar ki, danışırdılar ki, bizdə belə şeylər var idi. Hiss eləmişdim ki, məndə də elə şeylər var idi, amma hələ dilə gətirmirdim. Çünki bilmirdim, bu ola bilər ya ola bilməz, amma əlamətləri var idi. Necə deyim, tamam hər yerdən əlim üzüldü. O ki, daha doğrusu pulum da qutardı. Hətta rəsmi şəkildə Səhiyyə Nazirliyinə də müraciət etdim. Məni Lerik rayon mərkəzi xəstəxanasına çağırdılar, analizlərimə baxdılar və məni göndərişlə harasa göndərmək, müalicə almaq üçün. Mən düşünürdüm ki, yəqin gedim Bakı böyük şəhərdir, yəqin bir çarə olacaq. Amma həkimlər deyirlər ki, nə yazıq? Yəqin axır bu video həmin həkimlərə də rast gələr. Mən deyirlər ki, Zakir müəllim, nə yazıq? Lerikdə balaca bir yerdir də, şəxsən adamı tanıyırlar. Deyir ki, mən filan kəsi tanıyıram da, bilirəm, sən filan kəsin adamısan, sən filan kəssən. Yaxşı, biz oradan yalan gələ yazaq da, getdiniz, Bakıda da bir... Yəni, konkret diaqnoz yoxdur da. Diaqnoz yoxdur da, konkret bir şey yoxdur. Nə yazsın? Ümumi qan analizinə baxırlar, heç nə tapılmır, amma ağrıyır. Amma var. Amma ölürəm axı. Sonralar təxminən 35 yaşdan sonra qurşaqdan aşağı donma, ayaqlarım üşüməyə başlamışdı. Qurşaqdan aşağı üşürdü ayaqlarım. Bu o qədər həddindən aşağı. Bu yay aylarında da. Bütün yay aylarında, Pəhrizə qədər, bütün yay aylarında qışdakı kimi o alt paltarda, pijamada, papaqlı zalda necə yatmırlar, mən o cürə yatırdım da, üşüyürdüm. Həkimlər mənə sual verirdilər ki, Roman, yaxşı, sən üşürsən, üşü də, ola bilsin, mənə deyirlər ki, sən ola bilsin ki, idmanla məşğul deyilsən, soyuq sudan qorxursan, üşüsün də. Deyirdim ki, soyuqluyuram. Mənə deyirlər ki, sənə elə gəlir. Deyirəm, necə, mənə elə gəlir ki, üşüyürəm. Deyirəm, yox, soyuqluyuram da, xəstələnirəm, yatağa düşürəm, ağrıyıram, ayağımı isti suya qoyuram, axı, bunlar baş verir. Nə bilim, necə deyim, ya baş açmırdılar, ya mən düz ifadə edə bilmirdim, ya nə düz deyildi, heç onu indi də bilmirəm. Amma bir bunu şey bildim ki, tamam.